Günümüzdə poliglot insanlara daha çox yuxarı yaşlarda rast gəlir isə bu dəfə haqqında danışacağımız qəhrəmanımızın 17 yaşı var. Zaqatala şəhərinin 2 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdini həmyaşıdlarından fərqləndirən onun xarici dilləri öyrənməyə maraq göstərməsidir. 11-ci sinif buraxılış imtahanında da yüksək nəticə göstərən məktəblinin hədəfləri də böyükdür. Zaqatala şəhəri Nizami Hüseynov adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Çingiz Çingizovu həmyaşıdlarından fərqləndirən onun 5-dən çox xarici dili öyrənməyə maraq göstərməsidir. İngilis, alman, fransız, rus və ərəb dillərində danışmağı öyrənən Çingiz Çingizovun arzusu Avropa ölkələrinin birində təhsilini davam etdirmək olub. Elə bu istək onda xarici dilləri öyrənməyə həvəs yaradıb. Dillərdə məndə maraq başladı 2-ci sinifdən, yəni balaca siniflərdən mən başlamaq və valideynlərimə, anaya və ataya, həm də ki, müəllimlərimə də başlayam. Onlar mənim üçün vaxt ayırıblar, əziyyət çəkiblər, hər şeyi bir mənim üçün. Ən çox bu öyrəndiklərimdən alman dilidir, çünki bu mənə xoşum gəlir. Yəni, bildiyim qədər 9 ölkələrdə məhz alman dili ana dili kimi qəbul edilir. Ən birisi də Almaniyadır. Çingiz hələ 7-8 yaşlarında artıq ingilis dilində səlis danışmağı bacarırdı. Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiyadalarında daim fəal iştirak edib. Xarici dillərlə yanaşı Çingiz həm də tarix, coğrafiya və bir çox digər fənlərə də xüsusi maraq göstərir. Çingizi mən lap körpə vaxtdan tanıyıram. Lap körpə vaxtdan Çingiz qeyri-adi uşaqdır. Bilirik ki, indiki təhsil sistemində üçlük var. Şagird, məktəb, valideyn. Xüsusən anası Sona xanımın rolunu mən qeyd eləmək istəyirəm. Belə boş vaxtı o həmişə axtarışdadır. Onun təkcə dillərə böyük marağı yox, onun ümumi tarixə, siyasətə çox böyük marağı var. Onun işgüzarlığı, onun içindən gələn o dillərə, o indiki hadisələrə marağı həddi-hüdudu bilmir. Ona görə mən fikirləşirəm, Çingizin çox böyük gələcəyi var. Çingizin dediyinə görə bu dilləri o müəllimlərlə yanaşı müxtəlif filmlərə baxaraq, kompüter proqramlarından istifadə edərək mənimsəyib. Çingiz, mən ümid edirəm ki, bugündən sonraki həyatında daha bacarıqlı, öz işlərinə daha məsuliyyətli yanaşaraq, biliyini daha da artırmağı bacarar. Qarşıdakı illərdə Çingiz daha 2 dildə, İtalyan və İspan dillərində mükəmməl danışmağı qarşısına məqsəd qoyub. Arzusu isə bu xarici dilləri akademik səviyyədə öyrənərək həmin ölkələrə səyahət etməkdir. Dünya xalqlarının dilini öyrənmək həm də fərqli mədəniyyətlər, tarixlər və insanlar tanımaq deməkdir. Pərvanə Mustafayeva, Vüsalə Cərçiyeva, Bəşir Rəhimov, Zaqatala.